Sabirabadda 17 yaşlı tələbə intihar edib. Gənc yeniyetmə yarımtikilidə özünü asıb. 17 yaşlı Elmir intiharından öncə WhatsApp paylaşımında bununla bağlı status paylaşıb. Bəlkə də siz bu statusu oxuyanda artıq mən həyatda olmayacağam. Özünüzə yaxşı baxın. Məni dost dediklərimin səhv başa düşməsi öldürdü. Səhv etdiniz. Bu ömrünüzün axırına kimi sizi peşman edəcək. Mənimki bura qədərmiş deyə Elmir intiharından əvvəl yazıb. Xatırladaq ki, rayonun Bulaqlıq kənd sakini olan 17 yaşlı gənc özünü yaşadıkları evin həyətindəki yarımtikildə asıb. Qeyd edək ki, Elmir Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub. O 4 bacının bir qardaşı olub.